Uşaqlar salam. Deməli test 15-in izahı. Başı bəlalı test 15. Niyə başı bəlalı olduğunu indi deyəcəm sizə. Burada bir testin izahı var. Məni çox yordu. O testin izahına görə bu test 15-i 3 dəfə çəkmişəm, silmişəm. Başlayaq birinci testlə. Deməli 3, 2, 7, 54 ədədi necə alıb uşaqlar? Bir dəfə 3 vur, 2 vur, 7. Bu bizə neçə verir? 42. Bir dəfə də bunları toplayaq. Bu bizə neçə verir? 3 üstə gəl 2, 5, 5 üstə gəl 7, 12. Sonra da 42 və 12-ni toplayanda 54. İndi burada 8 vur 4 vur 1, 32. 8 üstə gəl 4 üstə gəl 1, 13. 32 üstə gəl 13. Bu da bizə verir 45. İndi sual soruşur. Düzdür mü? Yəni x-i. 9 vur, x vur 3, üstə gəl 9, üstə gəl x, üstə gəl 3, bizə verməlidir 68. Tənliyi həll edək. 9 vur x vur 3 bizə verir 27x. Burada da 1x var. Üstə gəl 9 və 3-ü də toplasaq 12, 68, 27x üstə gəl x, 28x bərabərdir 68 çıxı 12, 56, 56 böl 28 düzgün cavab olur. Birinci testimizdə A variantı. Yəni 2. Sonra gəldik test 2-yə. Hə, test 2. Deyir, sual əvəzinə uyğun olan variant hansıdır? Burada uşaqlar fikir verirsinizsə, fiqur bu şəkildədir. Bax, ox işarəsi ilə görəcəksiniz. Fiqur bu şəkildədir. Bax, ox işarəsi. Bucaqlar sizə belə başa salım. Baxın uşaqlar, bax. Bu ox işarəsi buradadır, düzdür? Əgər bunu bura gətirsək, bu artıq olur 90 dərəcə. Bu digər fiqurda belə gəlir. Bax bu hissəyə gəlir. Başa düşdünüz? Yəni 90-ın yarısı 45, bu da 90. Buradan bura neçə dərəcə oldu? 135. Yəni bu fiqur burada 135 dərəcə fırlanıbdı. İndi yenidən bu fiquru 135 dərəcə fırlasaq, bax 45 burada, 90 da burada. Gəlir üzü bu istiqamətdə düşür. Bu hissədə yuxarıda olur. Başa düşürsünüz? Yəni fiqur özü 135 dərəcə saat əqrəbinin əks istiqamətindən fırlanmalıdır. İndi eyni şey bura üçün də keçərlidir. Fiqur bu şəkildədir. Bunu yuxarıya doğru fırlasaq, bu istiqamətdə olacaq. Burada isə aşağı. Deməli, indi baxaq. Fiqurumuz budur. Düzdür? Bax bu fiqur. Bunu fırladıq, oldu bu. İndi bu fiquru da, bax bu fiquru da hal-hazırda bizim tutaq ki, burada belə bir fiqurumuz var. Düzdür? Bunu 135 dərəcə fırlasam 45 buradadır, 90 da buradadır. Düzdürmü? Bax burada. İstiqamət üzü aşağı olacaq. B deyil, C deyil. İndi siz bu fiquru fırlayanda bu istiqamətdə axı bu hissə sol tərəfdə olacaq. Yəni D-də olmur, düzgün cavab olur. İkinci testimizdə A variantı. Daha sonra gəldik üçüncü testə. Ulduz sual əvəzinə hansı ədəd yazılmalıdır? Uşaqlar, burada 9 və 28 kimi baxın. 7 çıx 4, 3. 3-ün kvadratı 9. 7 vur 4, 28. Düzdürmü? Bunları yanaşı 9 və 28 şəklində yazıb. İndi burada 9-dan 5 çıxsam 4. 4-ün kvadratı 16. Yazıb 16. 9-u da 5-ə vurub 45, 16, 45. İndi 6-dan 1 çıxsam 5. 5-in kvadratı 25, 6 vur 1, 6. İndi nə edəcəyik? 8-dən 2 çıxacam 6, 6-nın kvadratı 36, 8 vur 2, 16. Düzgün cavabım olacaq 3616. Gəldik dördüncü testə. Yəni dördüncü testi də izah edim. Dördüncü testi uşaqlar. Mən nömrələmə üsulu verirəm uşaqlara. Bax, fiquru belə düşünün. Fiquru tam görsünüz bu fiqurdan bunu alıbdı. Gördünüz? Bax, nə edib? Bax, fiquru bu hissədən o tərəfdən bura qatlayıb. Qatlayıb və yuxarıdakı hissələr bura düşübdür. Nə başa salmaq istəyirəm? Nömrələmə üsulu nədir? Yəni uşaqlar görmür deyə mən məcbur belə bir üsul tapmalı oldum. Uşaqlar, bax 1, düzdürmü? Bu
hissədəki, bax bu hissə qatlayanda bu bir bura düşür. Bu 2-dirsə, 2 budur. Başa düşdünüz? Deməli 3 budursa və burada 3 bu hissə bura düşəcək. 4 budursa bura düşəcək. 5 budursa bura düşəcək. 6 budursa bura düşəcək. 7, 8. Onu niyə belə vermişik? Zaten aşağıda 2, 6, 8 var. Bax 2, 6, 8 zaten var. 2, 6, 8. Yuxarıdan bir gələcək. Bir də 5 gələcək. 1, 5. Baxın, doğrudan da bir də 5 gəlib. Ben nömrələmişəm axı. Gördünüz necə alındı? Yuxarıdakılar aşağı hissədədir. Eyni şey bura üçün də keçərlidir. Artıq hər dəfə nömrələmirəm. Deməli 6 olacaq. 6 zaten var. Yuxarıda bu neçədir? 2. 2 hara gələcək? Bax bu hissə. Bax bu hissəyə 2 gəlib. Bu hissə neçədir? Görmürəm. Desən 4, 5. Bura 6 yazmışam. Görmürəm axı neçə yazdığımı. Silim. Hə. Deməli, bura 5. Deməli, bizdə bu hal-hazırda 6-dır. Düzdür? Bax bura 6. Bu hissə neçədir? 8. Bu da bura düşəcək. Gəlin baxaq. 2 də oradan da bura düşür. 6 bura düşür. Elə üstdə. 6 zaten var burada üstə düşür. 8 də gəlir bura düşür. İndi bizim 3'ümüz var. 3. Bir də 2'miz var. 2 və 3'ümüz zaten olmalıdır. Deməli 2 var, 3 var. 2 var, 3 var. 2 var, burada da 3 var. Burada da 2 var, 3 var. Deməli hamısı zaten 2, 3 var. Yuxarıdan nə gəlməlidir? Bu neçədir? Bax bura 4, 5, bir də 7. 4, 5, 7 lazımdır mənə. Deməli 4 hara gələcək uşaqlar? Bax 4 bura. 6'nın üstə. 4 bura gələcək. Sonra 5 bura aşağı gələcək. 7 isə bax bu hissəyə gələcək. Elə düzgün cavab A variantı. Burada 4 gəlib, 7 gəlib, 5 yoxdur. Burada da 4 gəlib, 5 gəlib, 7 gəlib. Yox, 7 gəlməyib. 7 bu da ağ qalıbdır. Deməli, bu da səhvdir. Yəni, əgər nömrələmə üsulu yuxarıdan aşağı hansı hissəyə köçür, bax, məsələn, bu hissə bu hissəyə köçəcək. Rəhlərlə başa salım, rəqəm sizə çətin gəldisə. Onda, məsələn, buradan bax, bu şəkildə qatlasaq. Bu hissə bu hissəyə köçəcək. Bu. Başa düşdünüz necə? O kağızı o tərəfdən bura qatlayanda nömrələmə üsulu, bilmirəm, bəzi uşaqlar dedik ki, bizə belə daha rahatdır. Gəldik 5-ci testə. 5-ci testdə nə edib uşaqlar? Bu da maraqlı testdir. 2 vur 6, 12 amma cavabı yuxarıda yazıb. 2 vur 7, 14 amma cavabı burada yazıb. Tərs. Başa əks tərəfdə yazıb. Məsələn 4 vur 7, 28 burada yazıb. 4 vur 6, 24'ü burada yazıb. Deməli 6 vur x'in cavabı budur. Qoy silim hamısı sizi çaşdırmasın. 6 vur x'in cavabı buradadır. 6 vur x 54 ise x'e nə qalır? 9. İndi 4 vur 7'nin cavabı buradaydısa y vur 7'nin cevabı da buradadır. Yəni y vur 7 də bizə verir 35. Y bərabərdir 5. Bizdən nə istəyir? Deməli, biz x-i neçə tapdıq? 9. X tapdıq 9. Y-i neçə tapdıq? 5. 9 vur 5'in qiyməti də olacaq burada. Yəni 45. Qarşı tərəfdə yazılır cavabları. Sonra 6-cı testə baxaq. 6-cı testdə nə deyir? Burada ədədlərdir. Yəni y böl l 7 verir. Y üstə gəl t 59 verir. L çıx s 7 verir. S vur t də 3 verir. Məsələn, mən rahat necə tapa bilərdim? 7, 59. Məsələn, 7-ni 59'a biraz yaxınlaşdırmaq üçün 56'dan istifadə edərdim. Bura 56 yazsam, 56 böl 8. Düzdürmü? 8'dən neçə çıxsam 7 edər? 1.
Biri nəyə vursam 3 edər? 3, 56 üstə gəl 3, 59. Doğrudur. İndi gətirin yerinə qoyaq. Y-miz oldu 56. Elimiz neçə oldu? Elhanım 8, 64 bölünsün. S'imiz hanı 1, T'miz hanı 3. 64'ü də bölürük 4'ə. Bu da bizə verir. 6-cı testdə D variantı. 7-ci testin izahı uşaqlar çox, elə bax, bizim sınaq izahını yubadan testimiz buydu. Niyə budur uşaqlar? Bu bilsiz nə istəyir? Bunun o digər şəkli yükləməmişəm kompüterə. Burada 20 dəfə olmağı bilsiz nə deməkdir? Yəni bu fiquru, bunu bu kvadratların içine 20 dəfə yerləşdirə bilərik. Yəni bax düşünün. Bu biri. Daha sonra məsəl üçün 2. Fərqli-fərqli rənglərlə başa salın. 3, 4. Düzdürmü? İndi sağa doğru yerləşdirək. 5, 6, 7, 8. Yəni bu şəkildə uşaqlar bir-bir saya-saya geçsəz, bunun içərisində 20 dəfə yerləşdirə bilərsiniz. Bəs desəz ki, müəllimə, F-i bura 40 dəfə necə yerləşdirmək olar? Bir dəfə bu fiqur, bir dəfə bunu belə. Bir addım F-i tam dəqiq çəkə bilməm də bir addım qabağa gətirərik. Sonra yenə bir addım, bir dəfə bu burada olar. Sonra bir addım yenə qabağa, bir addım və ya başqa nə cür yerləşdirə bilərik? F-i tərsinə çevirib müxtəlif formalarla 40. Bu testin izahını cidden özüm də bilmirəm ki, mən uşaqlara necə izah edeyim. Bu test mənə də biraz maraqlıdır. Çünki neçə dəfə çəkmək olar deyir bu fiquru? 48 dəfə. Amma 48'i uşaqlara burada necə onu bir-bir göstərmək olar? Biraz tərəddüd, izahında tərəddüd elədiyim bir testdir. Ona görə 7-ci suala görə məni üzr hesab eləyin. 8 deyir. Deməli, operatorlardır. Deməli, burada dairə, bu fiqurun kənarında nə var? 24. Burada nə var? 16. Gətirib yerinə yazırıq. 100 bölünsün. 24 üstə gəl 16. Bir də 24 çıx 16. Düzdürmü? 24 üstə gəl. Gəl bunu hesablayaq. 100 bölünsün. 24'ün üstə 16 gəlsəm 40. 24'dən 16 çıxsam 8. 100'ü bölərəm. 40 böl 8 5. 100 böl 5. Bu da oldu 20. Yəni mən bu hissənin, bu hissənin cavabını tapdım 20. Yəni bu yaşıl fiqurun kənarlarında 20 və 30 var. 20 burada, 30 burada. Toplasam 20 üstə gəl 30. Bu da bizə düzgün cavab verir. 50 A variantı. Daha sonra gəldik digər operatora. Digər operator 9. Deməli 9'da nə edir? 3 və 4'ü yerləşdirək. 3, 4. Deyir ki, 3, 4'ün cavabını tapmaq istəyirsənsə, get 3, 4'ün ananaslı cavabını tap, gətir, 25 çıxaq. Gedirəm 3, 4'ə, o da deyir ki, yox. Sən də get, bu fiquru tam aydın görə bilmirəm, yaşıl fiqurun yanına. Gedirik bura. Cavabı alıram ki 3'ün kvadratı üstə gəl 4'ün kvadratı 9, 16 bu bizə verir 25. 25'i götürürəm, gəlirəm bura. Deməli bunun cavabı 25'dir. Üstə də 1 gəlsəm bu da oldu 26. Sonra 26'nı da götürürəm, gəlirəm geri bura. 26, 26'dan da 5 çıxsa, 25 çıxsam 1. Deməli bax bu mötərizənin cavabı oldu 1. Üzərinə də 15 əlavə etsəm düzgün cavab olur 16. D variantı. Burada nə yazılmalıdır deyir uşaqlar. 8 nədir bilsiz xətlərin sayı? 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni bunları ayrı-ayrı xət kimi götürüb. İndi burada 10, 1, 2, 3, 4,
5, 6, 7, 8, 9, 10. Geldik bura. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Düzgün cevap oldu. A variantı 16. Ama bir dənə sizə bu neçənci test? 7-ci test haqqında bir dənə bunu çəkim göstərim. Yəni təxmini məlumatınız olsun nə demək istədiyi. 2 dəqiqə. Uşaqlar. Bunu bir dənə göstərim. Sonra videonu yekunlaşdıracağım. Uşaqlar baxın. O 7-ci testin izahı. Burada F40 göstərir ki, yəni o 40 necə bura 40 dəfə yerləşdirilib? Baxın 1, 2, 3, 4. Daha sonra bu şəkildə bunu da 4 dəfə yerləşdirə bilərik də, düzdürmü? Bir addım geri çəksək 1, bir addım geri çəksək 2, 3, 4. Sonra biz bunu da yenə 4 dəfə yerləşdirə bilərik. Bir dəfə buradan, düzdürmü? 2, 3, 4 sürüşdürə. Hər dəfə bir dama sürüşdürə, sürüşdürə. Bunu necə yerləşdirə bilərik? Bir dəfə bura gətirərik, bir özü, bir dəfə də bir addımda bir bu, bir addım bu, bir addım da geriye vererek. Üç dəfə də bunu çəkə bilərik. İndi bunu nə edə bilərik? Bu fiquru. Bir addım qabağa, bir addım da qabağa. Üç. Hətta bunu bir addım da bu şəkildə geridən gətirib bu sıradan da bir dəfə buradan başladı, bir dəfə buradan, bir dəfə buradan. Başa düşürsüz? Üç də burada. Bu şəkildə bax belə-belə yerləşdirə-yerləşdirə 40 dəfə yerləşdirmək olar. Ona görə deyir sonuncu şəkli 48 dəfə yerləşdirmək olar, amma yenə deyirəm mən onu yəni şəkillə e, uşaqları canlandırmaqda əziyyət çəkirəm, başa salmaqda. Ona görə bu testi tam ürəyimcə izah verə bilmirəm. Bu da belə. Uğurlar, keçək növbəti izahlara.